Gimnastika arenasında inanılmaz ab-hava yaşanır ve bu dəstəklə milli komandamız artıq final haqqında düşünür. Mesele burasındadır ki karşılarında çok ciddi, çok çetin bir rakip var ve az kala hesabı açacaqdır. Temkin de ona yakındı. Bir kadar solda Vüsal İsayev top gözləyir. O ise irəli ötürür ve Emir Mehdi Rızayev. Buna çalışır hazırda komandamız. Elvin Əlizadə, Rızayev ve top yine de qapıdan alı keçir. Mane oluruq ona. Nenezic ve Seyid Qasımov. Əla reaksiya millimizin qapısından. Küncdən zərbə olacaq. Bir daha baxırıq təkara. Nenezic müvvətli zərbə indirmişdi. Ağa Seyid Qasımov bu dəfə Vüsal İsayevlə oynadı. İsayev. Qasımov. Özü getdi irəli. Meydan mərkəz xəttini keçdi. Qasımov və gol! Gol! Ağa Seyid Qasımov. 1-0. 1-0 Azərbaycan millisi. İlk hissənin sonlarında hesabı açır. Bu dəfə Goyatsanin də mane ola bilmədi. Bax, bu planlı şəkildə edilmiş bir hücum. Ağa Seyid Qasımovun qolu. 1-0 öne keçirik. Goyatsanin daha yakın oynuyor ve ilk hissenin final fiti səslənir. Komandamız 1-0 hesabıyla öndedir. Elvin Əlizadə, Rızayev, Nenezic, Mugoşa, Nenezic ve 1-1. Hesap beraberleşir. Radonjic qapını dəqiq nişan aldı. Ani bir diqqətsizlik müdafiə xəttində. Bir daha təkrara baxırıq və nəzarətsiz qalan Radonjic. Çovdarov zərbə imkan vermirlər. Kərimov və Xəlilov topa toxuna bilmədi. Həmzəyev. Ramiz Çovdarov. Çovdarov topla. Pejakovic qarşısına